Salam dövlət qulaqçıları və dövlət nazirləşmiş namizədlər. Bu gün mən sizə 30 mart tarixində bir akademinin bizim kursumuzun keçirdiyi test sınavının izah məsələsini qanunvericiliyinizə. Və ilk öncə xatırlatma verilmək istədim ki, bu sınav bazal tələblər üçün nəzərdə tutulubdur. Yəni izahla bağlı olaraq tutaq ki, sıfırdan tələbə qoşulub izaha baxsa, çətin təşkil çəkəcəkdir. Və keçən bir izahlarımıza. Azərbaycan Konstitusiyasına əsasən Naxçıvan statusuna bağlı deyildir. Bunlar variantın düzgünlüyü soruşurlar ki, biri Naxçıvan statusuna aiddir. Digər isə, üçü Naxçıvan statusuna aid, digər isə statusuna aid deyil. Bax, düzgün cavab B variantdır. Burada bu statusla bağlı məsələ yox, hakimiyyətlə, bölgüsünə bağlı məsələ aiddir. Düzgün cavab B variantdır. Keçən digər testdən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Nazirlər Kabinetindən fərqli olaraq nəyə yerinə yetirilir? Düzgün cavab sosial proqram həyata keçirməsinin təmin edilməsi. Çünki burada olur sosial təminat proqramı həyata keçirməsidir. C variantı. 18-ci sual. Azərbaycan Konstitusiyasına əsasən aşağıda hansı düzgündür? A variantına baxın. Dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Xeyr, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. B variantına baxın. Xalqın seçdiyi nümayəndə xeyr, xalqın seçdiyi səlahiyyət nümayəndə olmalıdır. B də səhvdir. C variantına baxın. Niyə səhvdir? Azın dövlət demokratik, hüquqi, dünyavi, unikal yox, unitar respublikadır. Düzgün cavab D variantıdır və D variantının düzgünlüyünü bir daha oxuyaq. Azın dövlətin prezidenti, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və tərəfdar çıxmış beynəlxalq müqavilələrə rəayət olması təminat. Keçən digər bir testimizə 19-cu testə. Konstitusiya əsasən mülkiyyət hansı növdə ola bilməz? Var dövlət, bələdiyyə xüsusi. Yəni şəxsi növdə ola bilməz. Konstitusiya əsasən aşağıdakı hansı düzgündür? Və keçən bir variantlara. A variantına baxalım. Sağlamlıq imkanları məhdud olan, onların məhdud imkanlarına görə həyata keçirməsi çətinləşən hüquq və vəzifələrdən başqa bütün yox konstitusiyada təsbit olmuş. Odur ki, A variantı yanlışdır. Keçən B variantına. Sağlamlıq imkanları məhdud olan, onların məhdud imkanlarına görə həyata keçirməsi çətinləşən hüquq və vəzifələrdən başqa da konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələrləşdirir. Deməli, düzgün cavab B variantıdır. Niyə C variantı yanlışdır? Ona baxaq. Sağlamlıq imkanları məhdud olan, onların məhdud imkanlarına görə həyata keçirməsi çətinləşən hüquq və vəzifələrdən başqa konstitusiyada müəyyən olmuş yox, təsbit olmuş. Ona görə C variantı yanlışdır və D variantına keçək. Sağlamlıq imkanları məhdud olan, onların məhdud imkanlarına görə həyata keçirməsi çətinləşən hüquq və vəzifələrdən başqa konstitusiyada təsbit olunmuş bütün hüquq və azlıqlardan yox, vəzifələrdən. Ona görə də D variantı yanlışdır. Digər testimizə keçəyim. Konstitusiya əsasən əmək müqaviləsində işləyənlər qalmamış hallarda gün ərzində neçə saatdan artıq olmayan iş günü verilir. 8 saatdan artıq olmayan iş günü verir və xatırlatma verim ki, istirahət günləri də 21 dəqiqə gündə götürülür. Digər testimizə keçək. Konstitusiya əsasən vicdan azadlığına aid deyildir. Hər kəs dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək başına başqaları birlikdə etiqad etmək və yaxud da heç bir dinə etiqad etməmək, dini münasibətə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. B variantı isə dini etiqad və əqidə hüquq bunu bərabər qazandırır, yox, qazandırmır. Yəni, diqqətlə oxunulsa, bu test tapılacaq testdir. Növbəti testimizə keçəyin. Konstitusiya əsasən aşağıdakı hansı yanlışdır? A variantına bağlı. Heç kəs qanun özmüş əsaslar olmadan qanunla göstərilmiş həcmdə olan vergi və başqa ödənişləri ödəməyə məcbur edə bilməz. Bu düzgün cavabdır. B variantı keçək. Vəzifəyə seçilmə və təyinat yolla qanunverici icra və məhkəmə hakimiyyəti orqanında işləyən şəxslər öz vəzifəsini dürüst və layiqincə yerinə etməyə görə məsəllaşdırılır və qanun məmurluqlarında and içilir. B variantı düzgündür. Keçən C variantı. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmətə ziddirsə, qanunla məmurluq hallarda həqiqi hərbi xidmətin alternativ xidmətin əvəz edilməsinə yol verilir. Bəli. C-də düzgün. D variantı yanlışdır. Niyə görə də yanlışdır? Dövlət rəmzlərini hörmətini nümayiş etdirməsi məsələdə yox, qanun məmurluqda məsələ cavab olur. Növbəti testimizə keçək inşallah. Konstitusiya əsasən Milli Məclis hansı məsələlərlə dair qanunların 80 sözü olan qəbul edir. Rahat testdir. Deməli, məhkəmə quruluşu və hakimlərin statusu, prokurorluq, vəkillik və notariat bu 63-dən qəbul olunur. Referendum 83, Azərbaycan Milli Məclis deputatının statusu 83, Azərbaycan prezidentliyi 83. Deməli, olur 2, 3, 4 və düzgün cavab C variantı. 5-ci fiziki və hüquqi şəxslərin statusu, əmək münasibətləri isə bu 60 olan qəbul olunur. Növbəti testə keçəyim.
Azərbaycan Respublikasının Konstitusiyasının Milli Məclisə qanunverici təşəbbüsü bu kimlərə məxsus deyildir. Məxsus deyildir. Deməli, Milli Məclis deputatlarına məxsusdur, prezidentə məxsusdur, Nazirlər Kabinetinə məxsus deyildir. 3. Azərbaycan Ali Məhkəməsinə məxsusdur. Baş prokuror, prokurorluq və Azərbaycan seçki hüququ olan 40 min vətəndaş burada aiddir. Deməli, 3, 5, 6 variantını götürəcək. 3, 5, 6 və düzgün cavab D variantıdır. Digər testimizə keçəyim. Konstitusiya əsasən Azərbaycan Respublikasının prezidenti istefa verir də, onun istefa ərizəsi hara təqdim olacaq? Bu da rahat testlərimizdən biridir. Konstitusiya Məhkəməsinə dəfələrlə bu sual imtahanlarda düşür. Növbəti testə keçək. Konstitusiya əsasən hansı məsələdir ki, həm Azərbaycan Respublikası Milli Məclisi müəyyənliyi ümumi qaydadır, həm Naxçıvan Ali Məclisi müəyyənliyi ümumi qaydadır, həm də vədi saatlarına aiddir. Axır vaxtlar, yəni yanvar ayından, bu ilin yanvar ayından etibarən bu tərzdə suallar çoxalıbdır. Düzgün cavab burada vergi məsələsi C variantıdır. Növbəti testə keçək. Azərbaycan Konstitusiyasına əsasən Konstitusiya Məhkəməsi sorğu əsasında hansı məsələ həll etmir? Burada söz oyunu zəngin olan testi düzgün cavab adı 1, 2, 4'dür. Amma niyə anın olduğunu bir-bir analiz edirik. Mərkəzi icra hakimiyyəti orqanının normativ haqları yox, normativ hüquq. Bir odur. 2. Ali məhkəmənin qərarlarının qanun özü şartlarda konstitusiya və qanunlara uyğun yoxlanmalıdır. Qanun söz olmalı. 2. Ona görə səhvdir. 4. Naxçıvan Muxtar Konstitusiyasının Azərbaycan qanunlara uyğunluğu. Naxçıvan Muxtar Konstitusiyası isə Azərbaycan Konstitusiyasına uyğun gəlməlidir. Buna görə cavab 1, 2, 4 A variantı. Növbəti testə keçək. Dövlət qulu haqqında qanuna əsasən aşağıdakılardan hansı yanlışdır? Aya baxaq. Dövlət orqanlarında siyasi partiya və ictimai birliklərin strukturları qalmamış qayda yaradır. Ümumiyyətlə, dövlət orqanlarında siyasi partiya və ictimai birliklərin strukturları yaradılmır və bu da dövlət qulunun prinsiplərinə aiddir. Növbət testimizə keçək. Yenə dövlət qulu haqqında qanuna əsasən Hacıqabul rayon məhkəməsində hakim köməkçisi kimi ilk dəfə qəbul olmuş şəxsə hansı ixtisas dərəcəsi verilir? Düzgün cavab A. İkisi dövlət qulusu. İlk öncə gəlin bunu araşdırma verək. Hacıqabul rayon məhkəməsi 4-cü kateqoriya dövlət orqanıdır. Orada hakim köməkçisi 7-ci səs vardır. 7-ci səslərin ixtisas dərəcəsi hansılardır? Kiçik dövlət qulluqçusu, 3-cü dövlət qulluqçusu və 2-ci dövlət qulluqçusu. Və bu şəxsə ilk dəfə olaraq verir kiçik dövlət qulluqçusu. Növbəti testimizə keçək. 31-ci test. Dövlət qulu haqqında qanuna əsasən vətəndaşın hansı 3-cü kateqoriya dövlət orqanıdır? Aya baxaq, Naxçıvan Muxtar Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanı. Bəli, Naxçıvan Mərkəzi İcra Hakimiyyəti orqanları 3-cü kateqoriya orqanıdır. Bakı şəhər İcra Hakimiyyəti 2-ci kateqoriya dövlət orqanıdır. Sumqayıt şəhər İcra Hakimiyyəti 4-cü kateqoriya dövlət orqanıdır. Tərtər məhkəməsi 4-cü kateqoriya dövlət orqanı. Budur ki, düzgün cavab A variantıdır. Növbət tespitə keçək. Dövlət qulu haqqında qanuna əsasən aşağıdakılardan hansı yanlışdır? Dövlət qulusu vəssav borcunu yerinə yetirərkən sənəd çalışması hər tərəfi mükafatlandır. Düzgün cavabdır. B-yə baxaq. Dövlət qulusu mükafatlandırma növləri və qaydaları qanunverici müəyyənləşdirir. Yenə düzgün cavabdır. C-yə keçək. Dövlət qulusunun xidməti peşəkarlıq səviyyəsinin artırılması vəssav borcu və anına sədaqəti dövlət tərəfindən qiymətləndirilir. Düzgün burada cavab C variantı. Çünki dövlət orqanı yox, dövlət tərəfindən qiymətləndirilir. Növbəti testimizə keçəyin. Dövlət qulu haqqında qanuna əsasən aşağıdakı hansı intizam tənbih kimi tətbiq edə bilməz? Töhmət düzgün cavabdır. Bir il müddətdə də vəssav maaşının 20% azaldılması. Yenə düzgün cavab. Çünki orada yazılır ki, bir il müddətdə də 5%-dan 30% edəcək. Yəni orada 6% qoysa, 10% qoysa, 20% qoysa, 25% qoysa düzgün olacaqdır. Həmin təsdifatdan olan, lakin vəssav maaşı aşağı vəssav keçirməsi düzgün cavabdır. Daha aşağı kateqoriyadan vəssav keçirməsi. Kateqoriyadan yox, daha aşağı təsisat olan vəziyyət keçirməlidir. Odur ki, belə testlərdə diqqətli olmaq lazımdır. Növbət testimizə keçək. Dövlət qulu haqqında qanuna əsasən testin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanı keçirilməsi, imtahanın təşkili, keçirilməsi, qiymətləndirilməsinin aparılması qədər kim müəyyən düzgün cavab Nazir Hakimiyyətidir. Burada dövlət qulu haqqında qanunda yazıb müvafiq icra hakimiyyəti orqanı, imtahan zamanı müvafiq icra hakimiyyəti orqanının açılışı düşə bilər. Amma bir variantda müvafiq icra hakimiyyəti orqanı, digər variantda müvafiq icra hakimiyyəti orqanının açılışı olan Nazir Hakimiyyəti qoyula bilməz. Odur ki, o variantdır. Sonra məsələ keçək. Dövlət qulu haqqında qanuna əsasən hansı hallarda xitam verilə bilməz? O varianta baxaq. Dövlət qulunun sertifikatının qüvvədə olma müddəti bitdikdə və növbəti sertifikatı ala bilməlidir. Bu zaman xitam verilə bilər. B variantı. Vətəndaşa xitam verilə bilər. Xitam verilə bilər. C variantı. Qanunverici və ya yerli özünü idarə orqanlarına seçildikdə habelə hakim təyin edilir. Düzgün cavab C variantı. Çünki
Ondan sonra cümlə davam edirdi ki, digər yəni vəzifədən imtina etmədikdən. Növbət testimizə keçək. 36-cı dövlət pulu haqqında qanuna əsasən dövlət pulusunun fərdin qiymətinin kim tərəfindən həyata keçirilir? Onun bilavasitə rəhbər tərəfindən həyata keçiriləcəkdir. Növbəti testimizə keçək. Situasiya tipli testi bu və sizə xatırlatma verim ki, situasiya tipli testlər minimum halda 1, maksimum halda 4 dənə düşür və düşə də bilər. İndi gəlin burada yadda saxlaması ən azı bu situasiya tipli testlərdə çalışın ki, özünüzdən, yaxında olan şəxslərdən istifadə edəsiniz. Gəlin baxaq, vətəndaş A, burada olan vətəndaş A mən, Samir Dəmirov. İnsan üzrə müvəkkili aparatına şikayət vermişdim. Mən şikayətdə bildirirəm ki, aparatda mütəxəssis vəzifəsində çalışan B, yəni ki, Miri, bir neçə gün əvvəl A-nın, yəni mənim müraciətimlə əlaqədar telefon danışığı zamanı kobud, bəzən nalayiq ifadələrdən istifadə etməklə mədəni davranış qaydalarından kənara çıxmışdır. Bununla da etik davranış qaydalarını pozmuşdur. Vətəndaş A, yəni mən B-nin, yəni Miri haqqında tədbirin görülməsi və nəticənin aradan qaldırılması barədə ona məlumat verilməsini xahiş edirəm. Dövlət qulusunun etik davranış qaydaları haqqında qanuna sən situasiya bağlı yanlış olaraq keçəcək. Vətəndaş A-nın, yəni mənim şikayətim B-nin inzibati məsuliyyət cəlb edilməsinin əsasdır. Axı burada yəni niyə görə inzibati məsuliyyət hələ biz bilmirik, bəlkə intisam oldu, bəlkə cinayət oldu. Odur ki, bir yanlışdır. Keçirik. Mədəni davranmaq vəzifəsi etik davranış qanunu biri kimi qanunda nəzərdə tutulmadığından bir pozuntuya yol vermiş hesab edilir. Cavab elə bu ikidir götürülür. Çünki mədəni davranmaq vəzifəsi etik davranış qaydalarının biri kimi nəzərdə tutulur. Odur ki, düzgün cavab 1 və 2 yanlış cavabdır. Yəni bizə lazım olan cavablar sizdə. 3 və 4 düzgündür. Gəlin 3 və 4-ü oxuyaq. 3. B-nin davranışında cinayət tərkibinin əlamətləri aşkar edilərsə, bu barədə cinayət təqibi orqanına məlumat verilməlidir. Düzgündür. Yanlışlıq yoxdur. D-yə 4-cüyə baxaq. Etik davranış qaydalarının pozuntusuna yol verilməsi halı müəyyən edilərsə, bununla əlaqədar görülmüş tədbirlər barədə vətəndaşı məlumatlandırır dövlət orqanı rəhbərinin vəzifəsi. Düzgün cavabdır. Odur ki, 1-2. Növbəti testimizə keçək. Dövlət qulusunun etik davranış qaydaları haqqında qanuna əsasən əmr sərəncam və tapşırıqların yerinə yetirilməsinə aiddir. Burada heç bir söz oyunu yoxdur. Bunun 3 dənəsi götürülüb etik davranış qaydalarının, digər bir dənəsi isə dövlət qulu haqqında qanuna götürülür. Gəlin bir-bir baxalım. Dövlət qulusu birbaşa yuxarı rəhbərinin qanuna uyğunluq və səlahiyyətləri daxilində qəbul etdiyi yazı, əmr, sərəncam və şeirli şifahi tapşırığı yerinə yetirməyə borcludur. Dövlət qulusu birbaşa yuxarı rəhbərindən ona verilmiş əmrin, sərəncamın, tapşırığın, qanuna və digər normativ hüquqlara zidd olmayan əmrdirsə, bu barədə yazı əsasında birbaşa yuxarı rəhbərini təqdim etməlidir. O birbaşa rəhbərindən bu barədə əmr, sərəncam, tapşırığın yazı şərtlə təsdiq olması tələb etməlidir. Birbaşa rəhbər əmr verilmiş əmr, sərəncam, tapşırığın almasına baxmayaraq, dövlət qulusu onların qanuna və yaxud digər normativ hüquqlara zidd olduğuna inanmaqda davam edərsə, bu həmin əmr, sərəncam, tapşırıqların yerinə yetirməsindən imtina edə bilər. Amma D variantına baxalım. Bu dövlət qulu haqqında qanuna aiddir. Rəhbər işçinin göstərişinin qanunsuz sayan dövlət qulusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı rəhbər vəzifəli şəxs göstəriciyi ləğv etmirsə, dövlət qulu məsuliyyətdən azad olur. Düzgün cavab D variantı. Növbəti testə keçək. Korrupsiya qarşı mübarizə haqqında qanuna sən korrupsiya qədər hüquq pozmalar qanunvericilik müşkildə hansı məsuliyyət səbəb olmur? Cavab mülkidir. Niyə? Orada olmalıdır mülki hüququ. Növbəti testimizə keçək. Korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən maliyyə xərcləri tələblərə aid deyildir. Mənbəyi, növü, məbləğini göstərmə hər özgərlər barədə, vergi tutma obyekti olan əmlakı barədə, kredit təşkilatındakı əmanətləri, qiymət kağızları və digər maliyyə vəsaitləri barədə, şirkətlərin, fondların və sair subyektlərinin fəaliyyətində səhmdar və təsdiq iştirak kimi bu məsələdə öz əmlak payı barədə. Odur ki, düzgün cavab D variantı. Növbəti testimizə keçəyim. Dövlət qulu haqqında qanunusu yenə situasiya tipli testim. Qanunusu cinayət törədiyinə görə məhkumluğu ödənilməmiş A, azadlığa çıxdıqdan dərhal sonra dövlət quluna qəbul olmaq qərarına gəlir. Onun belə bir hüququ yoxdur. Çünki məhkumluğu ödənilməmişsə qəbul ola bilməz. Bunun üçün müraciət etdikdə onun belə bir hüququ olmadığını bildirirlər. Və dövlət qulu haqqında qanuna əsasən A-nın dövlət quluna keçməsi ilə bağlı yanlış cavablar müəyyənləşdirilir. 1. A-nın məhkumu götürmədiyinə görə ona verilən imtina cavabı qanundur. Yəni bizə yanlışsa bu düzgün cavabdır 1. 2. A-nın məhkum götürülməsə onun dövlət quluna qəbul olması imtina əsas deyildir. Axı əsasdır. Deməli yanlış cavablardan biri budur. 2. 3.
Anın dövə haqqında qəbul olmaq hüququ cinayət törətdiyi anlam məhdudlaşdırır. Elə bir söhbət yoxdur. 2, 3 götürülür. 4-ə baxın. Anın dövə haqqında qəbul etmə hüququ məşrutluksun, o dövə haqqında qəbul edilə bilməz. Bu düzgün cavabdır. Deməli 2, 3, 5 qalır və 5-ə baxaq görə nəyə görə səhvdir? Anın cinayət törətdiyi üçün onun dövə haqqında sadiq olacaq, inandırıcı olmadığı üçün dövə haqqında qəbulumuz qanunsuz. Elə bir söhbət də yoxdur. 2, 3, 5 və keçirik 42-ci suala. Korrupsiya haqqında qanuna əsasən korrupsiya hüquq pozmasına aid deyil. Bax, burada da böyük görən zaman çox adam bundan qaçıb gedir. Burada üçü korrupsiya hüquq pozmasıdır. Bir dənəsi korrupsiya şərait yaradanı. Bax, bu B variantı var. Ha. Vəzifə tutduğu və ona tabi olan, onun nəzarətində olan, ha belə ona hesabat verən orqanların işi üzrə fiziki hüquqi şəxsin nümayəndə qismində işlətmək. Bu şərait yaradandır, hüquq pozma deyil. Növbəti testimizə keçəyim. Dövlət bayrağının istifadə haqqı qaydaları haqqında qanunlasan, dövlət bayrağının daimi qaldırma olduğu yerlərə aid deyil. Düzgün cavab B variantı. Prezident iqamə və dövlət sarayı. Niyə? Prezidentin sarayıdır, dövlətin iqamətgahıdır. Bundan ehtiyatla. Amma digər variantda sərhəd nəzarət buraxışda, sərhəd saxlıq binalarda daimi qaldırılır. Məhkəmə hüquq şurası binası daimi qaldırılır, prokuror binanı daimi qaldırılır. D variantı dedim və izahını da verdik. Növbəti testə keçəyin. Məlumat azadlığı haqqında qanuna əsasən məlumat həyata keçmək əsas prinsiplərindən deyildir. Məlumatın təmin edilməsi, düzdür. Məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı, düzdür. Məlumatın obyektivi, tamlığı, həqiqiliyi. Bunu yadda saxlamanın yolunu demişdim ki, HOT. H həqiqilik, O obyektiv, T tamlıq. Məlumatın axtarılmasının əldə edilməsi, istifadə olması, yayılması, qorunması, qanuniyi. Bir söz yazmamaqla söz oyununun testlər içərisində daxildir. Düzgün cavab D variantıdır. Növbəti testimizə keçək. Baxın, bu böyük bir şey gələn zaman bu karguzarla bağlı mövzudur. Hər zaman böyük olduğuna görə hamı bundan qaçır, amma qısasada. Təşkilatlara mətbuat yazılan bloklarda hansı rekvizitlər çap edilir? Gəlin baxaq. Dövlət gerbi olur. Azərbaycan adı, Naxçıvan adı olur. Təşkilatın tam adı olur. Təşkilatın post indeksi, ünvanı, məlumat və telefon nömrəsi, faks nömrəsi, elektron poçt müddət. Yox, əgər varsa, düzgün cavab D variantıdır. Növbəti testə keçək ki, aşağıdakılardan hansı yanlışdır? Deməli, təşkilatın kollegial orqanizasiyanın və təşkilat rəhbərinin göstərişdə digər icra müşavirin protokol yazır. Protokol mətni giriş və əsas edən var olacaqdır. Geniş protokolun giriş hissəsində icrası olan sədrin və katibin adları və soyadları, dəvət edilənlərin siyasi, mərcüslərin adları və soyadları, müzakirə edən məsələlərin adları veriləcəkdir. Geniş protokolda əvvəlcə məruzənin və çıxışların qısa mətni, sonra isə qərar hissəsi verilir. Qərar əvvəlki mətndən sonra vərəq sağ yox, sol hissəsində 3 sətrəcə intervalla qərar sözü də başlanır. Odur ki, düzgün cavab D variantı. Növbəti testimizə keçəyin. Yenə də karguzarlığa əsasən xahişə cavabın, ha belə informasiya xarakteri məlumatların ifadə olması məqsədi və bir məsələləri tərtib edən nədir? Məşqdir. Bu rahat testdir. Növbəti testimizə keçək. Vətəndaşın müraciət baxması haqqında qanunlasan, telefon müraciət xidməti vasitəsilə müraciət nədir? Cavab şifahi müraciət. Hamı telefon sözünü görüb gəlib telefon müraciət xidməti gözləmişdir. Xeyr, şifahi müraciət. Növbəti testə keçək. Vətəndaşın müraciət baxması haqqında qanunlasan, müraciət baxmasının əsas prinsiplərinə aid deyil. Qanunçuluq aiddir. Vətəndaşların müraciətlərinin sərbəst könüllü keçirilməsinin şərait yaradılması, müraciət tələblərin vahidliyi, fiziki hüquqi şəxs hüquqları və qanuni mənafelərin yenə də söz oyunu olan testlər içərisində daxildir. Ehtiyatlı olmaq lazımdır. Odur ki, düzgün cavab D variantı. Növbəti testimizə keçək. Dövlət gerbindən istifadə haqqında qanuna əsasən dövlət gerbinin qabaq təsviri hara var olmalı? Prezident xidmətlərində var, Milli Məclis Sədrinin xidmətlərində var, Ali Məclis Sədrinin xidmətlərində var, Baş Nazir xidmətlərində yoxdur. Xatırlatma verim ki, xidmət otaqda dövlət gerbidir, amma iş otağında bayraqdır. Növbət testimizə keçəyim. Dövlət dili haqqında qanunlasan hansı yanlışdır? A variantına baxın. Dövlət dili haqqında dövlət dili Azərbaycan Konstitusiya 21-ci maddəsi 1-ci hissəsinə müvafiq olaraq dövlət dili. Düzgün cavab. Dövlət dili hər bir kəsin borcu xeyr. Dövlət dilini bilmək Azərbaycan Respublikası vətəndaşları borcudur. Və dövlət dili ölkənin siyasi, ictimai, iqtisadi, elm, mədəni həyatı bütün işlədir. Düzgün cavabdır. Dövlət dilinin işlənməsi, qorunması, inkişafını Azərbaycan təbliğ düzgün cavab. Odur ki, düzgün cavab B variantı. Növbət testimizə keçəyim. Elektron imza və elektron sənəd haqqında qanunlasan, elektron formada və sertifikası olduğuna görə, sertifikatmış imza vasitələrine görə elektron imza etibarsız sayıla bilməz. Düzgün cavab B variantı. Növbət testimizə keçən inşallah, yenə də elektron imza və elektron sənəd haqqında qanunlasan, hansı doğru deyildir? A variantı bax. Elektron formada və sertifikası olduğuna görə, sertifikatın imza vasitəsi yaradığına görə, elektron imza etibarsız sayıla bilməz. Düzdür. Bu variantı baxaq. Azərbaycan Respublikasının qanunvericilik müşavirləri istifadə olmaqla sertifikatın imza vasitəsi yaradılmış,
və qüvvədə olan təkmil sertifikatı gücləndirilmiş imza əlimizdə bərabər hüquqi və mahiyyətdir. Elektron sənədə və elektron imzanın həqiqini təsdiq etmək, imza sahibi şəxsiyyətin identifikləşmək məqsədilə imzanın yoxlanması həyata keçirilir. Dövlət hakimiyyəti orqanı və yerli özünə orqanları fiziki hüquqi şəxsin göndərdiyi məlumat bildirişi sertifikatlaşmış yox, gücləndirilmiş imza ilə təsdiq edilməlidir. Düzgün cavab D variantıdır. Növbəti testə keçək. 54-cü sual. Dövlət orqanında dövlət qulusuna qulluq stajına görə əlavə haqqın məbləği müəyyənləşdirilməsi qaydları əslində 5 ildən 10 ilə qədər qulluq stajı olanlara neçə faiz məbləğində əlavə haqq verilir? 5 ildən 10-a qədər 10%-dir. Onu da yadda saxlamasından 1-dən 5-ə 5%-dir, 5-dən 10-a 10%-dir, 10-dan 15-ə 20%-dir, 15 ildən sonra 30%-dir. Deməli 5 ildən 10-a qədər 10% düzgün cavab B variantıdır. Və axırıncı sualımıza keçirik. Konstitusiya Məhkəməsinin fəaliyyəti və hakimlərin statusu nə deməkdir? Konstitusiya Məhkəməsi haqqında qanun. Bunu çox adam Konstitusiya Məhkəməsi Konstitusiya qanunu bilir. Xeyr. Deməli, bunu biz 40 sualımızı bitirdik və bitir eləyək və düzgün cavablarımız da gördüyünüz kimi tam ekrandadır. Və bir daha bildirim ki, hər kəsə bir daha uğurlar arzulayıram. Sınaqlarda iştirak etmək istərsinizsə, hazırlanmaq istərsənsə, Elibir Akademiyaya müraciət edə bilərsiniz. Suallarınız olarsa, buyura bilərsiniz. Hər bir kəsə də bir daha uğurlar.